Birincisi gözlənilən idi. Belə biraz təvəzzökarlıqdan kənar da olsa deyim ki, bir neçə ay bundan öncə hətta belə bir görüşün olması ehtimalını media açıqlamalarımda, publik çıxışlarımda söylüyordum. Yəni gözlənilən idi. Çünki Rusiya ilə Azərbaycan arasındakı gərginliyin səbəbkarı Rusiya idi və daha çox ziyan görən tərəf də Rusiya idi. Çünki Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinə baxsaq, Rusiya Azərbaycana, Azərbaycanın Rusiya satdığından 3 dəfə yarımdan çox mal satır. Biz 1,1 milyard mal satırıq Rusiya bazarında. Amma Rusiya 3,6 milyard Azərbaycan bazarına mal göndərir. Və bu Rusiya üçün önəmlidir. Çünki sanksiyalar altında yaşayan bir ölkə zaten bazar tapmaqda çətinlik çəkir. Və Azərbaycan kimi premium bir bazarı itirmək Rusiyaya sərf eləməzdir. Və biz də gördük ki, son vaxtlar müəyyən yumuşalmalar var. Çünki gərginliyi də zaten Rusiyadan qaynaqlanırdı, Azərbaycan tərəfindən yox. Müəyyən yumuşalmalar var və Putinin açıqlamaları da Azərbaycanın rəsmi gözləntilərinə tam cavab verdi açıq. Həm təyyarə qəzasında Rusiyanın belə iştirakını etiraf elədi, həm başsağlığı verdi. Bu çox vacibdir. Niyə? Çünki Rusiya tərəfi, xatırlayırsınızsa, sığorta şirkətinin ödədiyi vəsaiti kompensasiya kimi qələmə verməyə çalışır. Bir müddət öncə, ümumiyyətlə bütün dünyada da belə, dünya praktikasında da belədir ki, bütün təyyarələr və onlarda uçan sərnişinlər sığorta şirkətləri tərəfindən sığortalanır. Və Rusiyanın günahlı ucbatından baş verən qəzada, faciədə Azərbaycan tərəfi həmin o sığorta şirkətinin ödədiyi kompensasiyanı almışdır. Amma dövlət tərəfindən, yəni Rusiyanın günahkar olduğu və dövlət tərəfindən oladığı kompensasiya hələ ödənilməmişdi və Rusiya tərəfi burada bir manipulyasiya etməyə cəhd edirdi yeri gəlmişkən. Sığorta şirkətinin ödənişlərini dövlət ödənişləri kimi təqdim etməyə cəhdlər var idi Rusiya mətbuatında. Amma Putin bugün etiraf elədi və Azərbaycan gözləntilərə, demək olar ki, Azərbaycanın gözləntilərinə tam cavab verən bir açıqlama oldu. Azərbaycan tərəfi nə tələb edirdi? Faciənin etirafı, kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması. Bütün bu addımları Putin elə ilk görüşdə və diplomatiyada təsadüfi heç nə yoxdur. Çox güman ki, görüşdən öncə də görüşün formatı və senarisi müzakirə olunanda Azərbaycan tərəfinin çox güman ki, bununla bağlı bir gözləntisi və israrı olub və Putin də bu gözləntiyə, israra cavab olaraq sözünə məhz təyyarə qəzası ilə başladı və Azərbaycan tərəfinin bir neçə aydır, artıq 10 aydan çoxdur ki, irəli sürdüyü tələblərin yerinə yetiriləcəyi ilə bağlı ipucuları səsləndirildi. Və burada mənim diqqətimi çəkən bir detal oldu. Putin açıqlamasında dedi ki, təyyarə qəzası ilə bağlı ona son məlumatları, yəni yekun məlumatları dünən sırağa gün veriblər. Bu, bilirsiniz nəyə işarədir? Bu ona işarədir ki, əvvəl mənə məlumat versəydilər, yəni bir istintaqla bağlı yekun bir qərar olsaydı, mən daha tez addım atardım. Sanki Rusiya bunu deməyə çalışdı, Putin bunu deməyə çalışdı ki, dünən sırağa gün biz bütün detalları öyrəndik və günahkar olduğumuzu, yəni Rusiya tərəfinin günahlarının olduğunu gördük və bundan sonra da addım atmağa çalışdıq. Bu, onu deməyə əsas verir ki, Putin bu açıqlamayla Azərbaycanın gözləntilərinə nədən 10 aydır cavab vermirik, bu suala aydınlıq gətirməyə çalışdı. Yəni, çalışdı ki, bunu bir rəsmiyyətə bağlasın. Yəni, sözünün canı oydu ki, bugünə qədər istintaqın gedişatı ilə bağlı yekun nəticə yox idi. İndi yekun nəticə var və yekun nəticəyə görə də Rusiyanın atmalı olduğu addımları Putin sanki elan edər. Bu Maxaçqalaya enməməsi Rusiyanın belə deyək də günahının üstünü örtmür ki. İki raket partlayıb təyyarəmizin yaxınlığında və Putin bunu da etiraf elədi ki, 10 metr qalmış raketlər partlayıb və onun qəlpələri və onlardan çıxan belə deyək, parçalar təyyarəni zədələyib. Yəni, Maxaçqalaya ensəydi nə olacaqdı, enməsəydi nə olacaq? Bilmək olmaz, bəlkə də Maxaçqalaya ensəydi bu qədər insanı xilas etmək də mümkün olmazdı. O pilotlarımızın qəhrəmanlığı və onların atdığı addımlar da onlarla insanın bu cür faciədən sağ çıxmasına da imkan yarattı. Qara qutu ilə bağlı problem ola bilərdi, videolar, fotolar hansılar ki, Qazaxıstan tərəfi imkan yarattı onun yayılmasına. Onlar da gündəmdə olmayacaqdı. Bəlkə də Rusiya tərəfi o ilkin versiyanın, güya quşla toqquşma versiyasının üzərində israrla dayanacaqdı. Hatırlayın, Kreml tərəfindən təyyarə qəzasından bir neçə saat sonra, o faciədən sonra belə bir məlumat da tirajlanırdı, fake bir məlumat tirajlanırdı ki, güya təyyarənin salonunda hansısa qaz balonu partlayıb.